Səudiyyə Ərəbistanından Ümmü Məhəmməd buyurun. Alo, salam əleykum. Əleykum salam və rəhmətullah. Şeyx Kamalla danışa bilərəm? Buyurun, bəli. Şeyx Kamal? Bəli, buyurun. Ayıb olsun da sənə adın Kamal olduğu üçün. Adın gərək sənin naqis olaydı. Yaxşı oldu, çox sağ olun. Bax, üslub budur, çox təəssüf. Axı sən kimsən? Yox, qoy danışsın, doktor. Xahiş edirəm, mane olma. Qoy nə istəyir danışsın. Danış bacım, buyur. Allah səni rüsva eləsin, ay heyvan, ay alça. Narahat olmayın, qoyun danışsın. Buraxın ki, bunların hansı müstəvidə tərbiyə olunduğu hər kəsə bəlli olsun. Vallahi mən bu bacını üzürlü hesab edirəm. Həqiqətən onu bağışlayıram. Çünki əminəm ki, o da həqiqət axtarışındadır. Lakin o əhl-i beytə qarşı kin nifrətlə doldurulub. Yoxsa mən burada nə demişəm axı? Mən Allahın və Rəsulunun Əli haqqında dediklərindən başqa bir şey deməmişəm. Məyər Əli sizin yanınızda 4-cü xəlifə deyil? Məyər ona sevgi bəsləmək sizə vacib deyil? Əgər mən bu dediklərimi Muaviyyə haqqında desəydim, sən yenə də belə danışacaqdın? Onda deyəcəkdi ki, Allah sənin üzünü nurlandırsın, səni salihlərlə məşhur etsin. Bəli, həm də səhabələrlə. Əgər mən Osmanı müdafiə etsəydim, yaxud Yezidi müdafiə etsəydim, yaxud Əbu Bəkri, Öməri müdafiə etsəydim, sən həqiqətənmi mənə bu sözləri deyəcəkdin? Yox. Axı niyə? Sizin qəlbinizdə nə var axı? Niyə Əlinin adı gələndə qəlbləriniz sıxılır, nifrət oyanır? Mən yenə də deyirəm, səni üzürlü sayıram, əziz bacım. Allah səni hidayət etsin, Allah sənə həqiqəti göstərsin inşallah.